Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz, treyderlər, həmkarlar, iqtisadçılar. Yəni hal-hazırda biz Azalan biznes klassındayıq. Yəni bizdən arxada keçən dəfə sizin üçün çəkmişdim. Arkada olan xaricə gedən biznes klasslardır. Bura Azalan biznes klassıdır və yan tərəfdə Abşeron Blanşdır. Yəni bugün biz çalışırıq sizə aprelin 9-da və beynəlxalq maliyyə birjasında nələr baş verəcək. Yəni biznes klassdan digərlərindən fərqli, çox sakitçilikdir. Yəni tam olaraq fərqlidir. Bugün səhər saatlarında qızıl neynədir? Qızıl qalxdı. Yəni mən qısa məlumatlar verəcəm sizə. Bugün qızıl qalxdı hal-hazırdakı vəziyyətdə 3008-lərə, yəni dünənki alış əməliyyatlarına qədər qalxdı. Yəni bugün nələr olacaq? Yəni hazırki vəziyyətdə 3014-dən yuxarı formalaşsa yenidən alış əməliyyatları üçün deyək ki, siqnallar olacaq və satış əməliyyatları isə 2995-lərdən gələcək. Yəni qısa bir məlumat verirəm sizə. Neftə gəldikdə isə neft yenidən sürətlə dəyər aşağı doğru istiqamətə davam etdirdi. Hal-hazırdakı və crude oildən söhbət gedir. Hal-hazırdakı vəziyyətdə MacBook-u qoya bilmirəm bura, çünki yer yoxdur. Biznes klassda deyək ki, Abşeronlardan fərqli olaraq onların masaları yəni daha böyükdür, birləşdirmək olar. Amma burada isə xırda masaları. Ona görə MacBook-u yerləşdirmədim, yəni telefondan baxıram. Səhər saatlarında dünən də crude oil aşağı düşdü, eyni zamanda future spotlar da aşağı düşdü. Hal-hazırdakı vəziyyətdə qiymət yəni çox güzel, yəni hal-hazırda təbii ki, future spotlardan söhbət gedir. Yəni 60-75-lərdədir. Bu istiqamətdən hərəkət eləsə, qiymət qısa zamanda 60-40-dan aşağı gəlsə, yenidən satış əməliyyatları, alışlar isə 61-60-lardan olacaq. Euro dollar, funt dollar gəldidə isə, onda qısa bir məlumat verim sizə. Euro dollar, funt dollarda səhər saatlarında sürətlə yuxarı doğru istiqamətdən davam etdirib və biz baxa görək bugün hansı siqnalları bizə verək. Yəni səhər saatlarında 1.10 380-lara qədər qalxıb. Yəni bugün 1.10-500-dən yuxarı formalaşsa, alışlar, satışlar isə 1.09 860-lardan gələcək. Keçək biz funtun dollar rəqabətdə səhər saatlarında yuxarı doğru istiqamətdən davam etdirir və 1.28 400-dən yuxarı formalaşsa alışlar da 1.27 850-lərdən aşağı formalaşsa satış əməliyyatları olacaq. Ümumiyyətlə dünən də qızılda bizim dediyimiz nöqtələr ki vardı, həmin nöqtələrdən yəni alış-satış əməliyyatları gəldi və yüksək gəlirlərlə nəticələndi. Bugün də biz ümid edirik ki, bizim treyderlər həm VIP qrupunda, həm CIP qrupuna, eyni zamanda qonaqlı Telegram qrupunda bundan faydalanıb yüksək gəlirlər əldə edərlər. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun.